UEFA Çempionlar Ligası'nın sonuncu turunda Qarabağla qarşılaşacaq İngiltere'nin Liverpool komandasının kapitanı Virgil van Dijk ve futbolçu Jeremy Frimpong Qarabağla oyun barədə danışıb. Gəlin ilk öncə kapitan Virgil van Dijk'ın Qarabağla oyun barədə səsləndirdiyi fikirlərlə tanış olaq. 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə mütləq qalib gəlməli olduqlarını bildirib. Birbaşa 8-də 1 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki play-off keçid mərhələsini buraxmış olursan, bu isə hazırda keçirdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə Qarabağla qarşılaşırıq. İlk 8-likdəki yerimizi təmin etmək lazımdır. Hazırda turnir cədvəlində mövqeyimiz yaxşıdır, amma həll edici məqam gələn həftədir. Qarabağla qarşılaşmada qalib gəlmək istəyirik. Dünən Olimpik Marseille oyunda qələbədən sonra Liverpool futbolçusu Jeremy Frimpong da gələn həftə Qarabağa qarşı keçirəcəkləri oyun barədə mətbuat açıqlama verib. O bildirib ki, hamı mərhələni 8-də 1 finalda bitirmək istəyir. Gələn həftə Qarabağla qarşılaşırıq. Ona görə də ümid edirik ki, bu gün etdiyimizi onlara qarşı edəcəyik. Hər oyunu olduğu kimi qəbul edirik. Bəli, hazırda yaxşı seriyamız var. Ümid edirik ki, bu Qarabağla oyunda da davam edəcək. Əziz azərkeşlər, bilirsiniz Qarabağımız 28 yanvar saat 23:55-də Anfield Road'da Liverpool'un qonağı olacaq və siz oyun haqqında fikirlərinizi yazın videonun rəqəməsində.